Zahar müəllim mənim uşağımı urvatda orada tutmadı. Bu bir. Ha. İkincisi Evet. Ceyran. Dört göz Ceyran. Ayıp değil, Allah'a Sen orada ki. əsəbləşirəm axı. Ne oldu? Dört göz Ceyran. Dört göz Ceyran. Ne yaxşı onları göndərir Qəbələyə. Ne yaxşı onları urvatda tutur. Ceyran gili getməlidir 5 günlük dincəlməyə. Ceyran kim olub ki? Kimdir Ceyran? Kimdir? Mən qayıtdım dedim ki, orada niyə görə Aslana dedim. Dedim Aslan, sən kişi değilsən. Niyə görə kişi Belə deyil şeylər o? danışma da. Çünkü hayır, ben sözümü deyirəm, orada da diyecektim. Çünkü aslan arvad kimi bir şeydir. Bilirsən niyə? Çünkü aslan 2 gün anasının elinden tutur, 2 gün arvadının elinden tutur, cemaatin evine gelir. Başlayır evinde qırğın salmağa, yiyib içirlər. Ceyran gedib Zahar müəllimi biz alladı. Pulu alıp qumara verip, arağı verip, şampana verip, içkiye verip gəlib xalqın evinde oturup yiyib içmirik. Başa düşdün? Ona görə də Ceyran, mən Atabeylə, buradan dedim, mən Atabeylə qutardım. Daha mən Atabeyə gələn deyiləm. Bu bir. İkincisi də Zahar müəllimələ nə eləyirlər Ceyran girib, haqq eləyirlər. Çok. Çok yeter. Ay Sevda, sənə ay Sevda. Yok, Həkimə də işin söhbəti vermə. lazımdır. Ben çıkıram neyse. Eşidirsən, Mən də insanım. Ay bacı, həkimə də uşağı Ben çıxıram, verdilər. qadın Həkim Biz burada sözümüzü dedik, öz çıxıram. aramızdır da. Hüseyin doktor çox savadlı, çox bilikli həkimdir. Ay bacı. Xeyr, Nədən mən narahatçılığınız Hüseyin doktor istəməmişdim. Mən Rəhim Ateşi istəmişdim. Ay bir çıxıram. sevməsələr ki. İstəməklə də nətər yəni. Sən elmi ateşdən savadsız deyil Hüseyin doktor. İkisi də savadlı hək. Oranın həkimləri hamısı savadlıdır. Mən də vəbşi getməyəcəm ora belə desə. Elə çıxır da. Elə çıxır. Ay Sevda, onların ikisi də savadlı həkimlərdirlər. Yəqin əsəbləşiblər. Yəqin əsəbləşiblər bir saniyə. Yəqin Sevda xanım əsəbləşib, hirsi başda nəsə inşallah yaxşıya Onları Qəbələyə göndərir, hara göndərir, göndərsin. Bundan sizə nə, bizə Qəbələyə nə? göndərir, qoy mən küsüm. Siz niyə küsürsünüz ay Sevda? Kimə nə, ay bacı, əl çəkin bu paxıllıqdan, bu Sonra Esmara xanımın canlısı deyə bura sizə bir söz deyim. Gecələr Agil də oradaydı. Agil də İstəyir oradaydı. göndərsinlər, mənə nəyimə lazımdır, mən neynirəm. Zaten elin gözü tərəzi, hər kəsi görür, bilir hər kəsi. Mənə nəyimə lazımdır, kim hara gedir, kim gedir, geçsin, özləri bilərlər. Esmara xanım, xəbərin olsun ki, canlı qayd olunur və qaynar xəttə atılır. Olsun da canlı qayd olunur, nağarım indi. Mən nə deyirəm ki, deyəndə Heç nə də, heç kəsə yəni. qorxacağım yoxdur mənim. Ceyran xanım tətilə gedir. Ceyran xanım tətilə gedir, getsin ya. Qaydı olmaz. Haqq yeyirsiniz, ay bala siz. Baxdılar, Yox, həkim daha neynəməlidir? Borcu zadı var onun bizə. Yox, Ceyran xanım tətilə gedir, bir saniyə də. Şeylərdən, amma getsin, ki, Allah canı sağ uşağı olsun, həkimə valla. göstərdi, gətirdi sizi pəhpəhlə ora. Hər ayda müalicələri bizlikdir, yəni hər şeydə biz eləyəcəyik. İndi elə urvatsız eləmək olar. Hər uşağınız Olmaz, elə eləmək olmaz 3 valla. il əzada kimi müalicə almalıydı. O da indi əlinizdən getdi. Siz müalicə eləyə biləsiniz uşağınızı güya. Uşağa görə insan Bilsən, hissədə bax indi- mənim uşağım xəstə uşağım. Sən niyə danışırsan? Ay mən pisimə gəlir axı ay mama. Sən niyə pisə danışmayım gəlir? ki? Mənim də pisimə gəlir. Daha düzdür, bəzi sözlərində haqq vermək olar, amma haqsız danışmasınlar da. Haqsız danışır da danışmasın gərək. Olmaz, heç kəsin əməyini itirmək olmaz, heç kəsin zəhmətini, əməyini puça vermək olmaz, heç kəsin haqqına girmək olmaz.